Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala adaihim ecmain. Minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət itaətimizi qəbul eləsin, bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah. Allah Teala günahlarımızı bağışlasın, xəstələrimizə şifa versin, iltimas eləyənlərin dualarını qəbul eləsin. Möminlərin nə müşkilləri var tezliklə həll eləsin inşallah. Ağa İmam Zamanın zuhurunu təcil eləsin, bizi də ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Ramazan ayından təzə çıxmışıq. Allah Muhammed Al-Muhammed xatirinə bizim axırıncı Ramazanımız qərar verməsin və Ramazan ayında olunan bütün duaları, ibadətləri, zikirləri və verilən ihsanları tamamən möminlərdən və sahiblərindən qəbul eləsin inşallah. Ramazandan əvvəl Nəhcül Bəlağənin 16-cı xütbəsindən danışırdıq, bir hissəyə gəlib çatmışdıq. Bu hissələrdə qaldıq təqribən. Həzrət buyurdu ki, əlavə innə bəliyyətəkum qəd adət kəhiyətihə yevmə bə'səllahu nəbiyyə. Sizin imtihanlarınız təzədən qayıdıb, təqribən Cəməl Siffi müharibələri zamanında idi Həzrət. Bu xütbəni oxuyanda sizin imtihanlarınız təzə yenidən qayıdıb və eyni ilə Həzrəti Peyğəmbərin məbus olan zamanındakı kimi Allah Peyğəmbərin məbus eləyəndə möminlər necə imtihan olundusa, indi də həmin imtihan təzədən qayılıb. Cəhalət dövründə insanlar İslam'a keçəndə müsəlmanlar hansı imtihanlarla, aclıqla, sıxıntılarla, təqiblərlə üzbəüz qaldı. Həzrət buyurur ki, yenə həmin imtihanlar qayıdıb, bəlkə biraz da artıq bu imtihanlarınız olacaq. Həzrətin xəbərdarlığı idi bu ki, yəni belə bir şey gözləyir sizi, hazır olun ona və çalışın ki, nə eləməyəsiniz, çıxmayasınız və möhkəm, sabit qədəm olasınız. Əgər sabit qədəm olmasınız, ondan qabaqçılar da təbiidir ki, sonraki günah əvvəlki ibadəti məhv eləyir, sonraki ibadət və istiğfar da əvvəlki günahları aradan apara bilir. Siz də olmasın ki, çəkdiyiniz zəhmətlər və elədiyiniz işlər gəlib bu imtihandan çıxmamaqla zay olsun, neynəsin, əlinizdən geçsin və hətta Həzrət bu imtihanın çətin olmağına və çox adamın da o qazandığının itirməsinə bəzi işarələr də eləyib ki, məsələn, 70 ya 71-ci xütbəsində Həzrət buyurur ki, siz o hamilə qadınlara ki, bənzeyirsiniz, hamilə qadınlar ki, hamiləlik dövrün çox gözəl surətdə, normal surətdə keçirdib, amma gəldi, uşağın dünyaya gətirəndə ölü gətirdi, ölü doğdu. Həzrət və bir dəstəyə işarə edir, deyirsiniz, bax, eyni ona bənzədiniz. Gəldiniz, o mərhələləri keçdiniz, amma bu mərhələdə imtihandan keçə bilmədiniz. Əməyinizin nəticəsi ölü oldu. Yəni, əməyinizin nəticəsi olmadı. Nəticəsiz qaldı əməlləriniz. Yaxşı, ona görə deyir ki, imtihandan vəlləzi bəəsəhu bilhəvzdə əsas imtihan nə mövzusu idi? İmtihan, burada bir insanların çətinlik məsələsi var idi. Məsələn, aclıq, susuzluq məsələsi var idi. Ondan sonra sıxıntı məsələləri var idi. Əsas mövzu bu deyildi. Çünki müsəlmanların maddi cəhətdən rifahı Beysət zamanından çox fərqlənmişdi, yaxşılaşmışdı. Ondan sonra ev-eşikləri var idi hamının Beysət dövründə, xüsusən Hicrət dövründə mühacirlərdən nə qədər evsiz, eşiksiz qalmışdı, hamısı əmlakı qalmışdı Məkkədə. Məkkədə sıxıntılar var idi, mühasirəyə saldılar
müsəlmanları, hətta müsəlmanlar məcbur oldu gedib 3 il Şeybə Əbu Talibdə yaşasınlar. Alver eləmək onlara qadağan eləmişdi Əbu Süfyan və Əbu Cəhəllər. Qız verilmirdi onlara, onlardan heç nə alınmırdı və o baxımdan çox çətinlikdəydilər. Yəni aclığın, susuzluğun, sıxıntının hər cəhətlərini görmüşdü müsəlmanlar və onu yaşamışdılar, onu əməlli başlı hiss eləmişdilər. Mövzu burada biraz başqa cəhətdən idi. Yəni Həzrəti Peyğəmbərə demək olar ki, tam şəkildə itaətləri yerində idi əksəriyyətinin. Amma sıxıntıları bu maddi baxımdan idi. Maddi baxımdan idi. Amma burada ki, deyirəm, imtahan biraz da çətin idi Peyğəmbərin dövrdəkinə nisbət. Burada maddiyyat baxımından, sıxıntı baxımından o qədər çətinlik əmələ gəlməyəcəkdi. Burada çətinlik əmələ gələcəkdi Allahın höccəti mövzusunda. Peyğəmbərin vaxtında o çətinliklər var idi, amma Allahın höccəti Peyğəmbər, onda o baxımdan insanların ondan problemi yox idi. Və Həzrəti Peyğəmbərin qarşısına ikinci bir adam Peyğəmbər ünvanında ya Allahın nümayəndəsi ünvanında çıxartmağı heç kim fikirləşmirdi. Amma indi maddi məsələlər həll olub, gəlib əsas itaət, ibadət mövzusundadır problem və Həzrəti Peyğəmbərin yolunun davamında ixtilaf əmələ gəlib. Yəni, əsl əqidədə, əsl itaətdə, əsl ibadətdə, bunlarda ixtilaf əmələ gəlir. Yəni, məsələ maddi məsələ deyildi. Məsələ Allahın höccəti məsələsi idi. Allahın höccəti məsələsi ki, sən ya hələ Allahın höccətisən, ya yox, sən Allahın Peyğəmbərinin canişinisən, ya yox, mövzu bunda idi və bu da doğrudan da maddi məsələlərdən nə idi? Çox çətinliklər, artıq çətinliklər əmələ gətirir. Maddiyyat budur ki, insan acından ölər, susuzundan ölər, onsuz da geci tözü insan ölməlidir. Allah yolunda acından, susuzundan ölsə də şərəfdir, şəhadətdir filan. Amma burada bu dediyimiz imtahanlardan çıxmamaq, ölmək də o səadət, o dediyimiz məqamlar burada yoxdur. Əks tərəfi də daha çoxdur. Ona görə Həzrət deyir ki, mən xəbərdarlıq edirdir, imtihanınız daha çoxdur, daha artıqdır. Niyə daha çoxdur, daha artıqdır? Nədə biz imtihan olunuruq? Və bizə təhlükəsi bu mövzunun nədədir? Bu Həzrət elə bil, həmin onların vermədiyi suala, o gizlin olan bir dənə suala, verilməyi mümkün, bəlkə də labud olan bir dənə suala Həzrət belə cavab verir ki, Vəllahi vəlləzi bə'əsəhu bil-həqqi lətubəlbəlunnə bəlbələtən və lətuğərbəlunnə qərbələtən. And olsun Allaha, mən bu mövzunu, bu cəmiyyəti və bu sistemi nə edəcəm? Ələkdən keçirdəcəm, xəlbirdən keçirdəcəm. Yaxşı, əməlli başlı ələkdən keçirdəcəm və xəlbirdən keçirdəcəm və lətusatunə sovtəl qidri. Qaynayan qazana çevirəcəm bunu. Necə qazan qaynayanda altı üstə qalxır, üstə alta yatır. Hətta yaudə əsfəlukum ə'lakum və ə'lakum əsfələkum. Hətta sizin deməli aşağıda olanlarınız yuxarı qalxacaq, yuxarıda olanlarınız aşağı inəcək. Bax, əsas mövzu bu idi, əsas imtihan da bu idi və bu imtihanın, bu zamandakı imtihanın, Peyğəmbər zamandakı imtihandan fərqli cəhəti, yəni daha çətin cəhəti də bunda idi. Onlar uzaqbaşı Peyğəmbərə deyə bilərdilər ki, biz niyə acımışıq da, məsələn, dözə bilmirik, ya məsələn, çörəyimiz yoxdur yeməyə, ya suyumuz yoxdur içməyə. Həzrəti Rəsulullah deyərdi ki, mən də sizin kimi məsələn, var mən yerəm sizə vermirəm, var mən içirəm sizə vermirəm. Məsələn, mənim əməlli başlı evim var, yaşayıram. Siz də bu Əbu Talibdə elə çöldə yaşayırsınız, mən də çöldə yaşayıram. Mən də günün altındayım, siz də günün altındasınız. Bəs burada cavab yoxdur. Amma burada mövzu budur. Cəmiyyətin birbaşa Həzrət böləcək iki yerə. Bir dəstəni deyəcək, siz qaydın geri, bir dəstəni deyəcək, siz gəlin qabağa. Ondan sonra Həzrətin özünün barəsində
və höccətliyinin barəsində, Allahın höccəti olması barəsində, Peyğəmbərin həqiqi canişini olması barəsində təzədən cəmiyyət başlayacaq neynəməyə, müzakirələrə, ondan sonra söhbətlər çıxacaq ortalığa, dönüb çıxıb gedənlər olacaq, asi olanlar olacaq, illa qəlila, az bir müddət. Niyə görə? Çünki insanlar şəxsi mənafeylərin güdəcəklər və şəxsi mənafeylərin üstündə burada başlayacaqlar neynəməyə. Adam 30 ildir, 25 ildir, gəlib oturub burada. İndi buna deyəndə ki, sən batıl yerə gəlib oturumsan, qadi yeri, bu Allahın Peyğəmbərinin canişininin və Allahın höccətinin sözünü eşidib, qəbul eləyib, həqiqətən laldinməz, üzrxahlıq eləyib, gedib oturmalı yerində oturmaqdansa başlayacaq neynəməyə? Burada inad eləməyə və özün müdafiə eləməyə. Təbiidir ki, haqqın qarşısında inad eləyən və haqqın qarşısında özün müdafiə eləməyə çalışan adam da ki, Allah buyurur ki, Əlqiya fi cəhənnəmə kullə kaffarin ənid. Bütün inadkar kafirlərin hamısını atın cəhənnəmə. Həzrəti Rəsulullah da ayənin təfsirində dedi ki, bu mənim ümmətimin inadkarlarına aiddir. Bəs niyə kafir? Çünki insan inadkarlıq eləyəndə Allahın höccətinin qabağında o təbiidir ki, kafir olacaq. İnadı onun küfrünə çıxardacaq, küfrü inadına çıxardacaq və nəticədə cəhənnəmli olacaq. Hələ bu özü cəhənnəmə getsin, cəhənnəmə. Özü bilər. Amma mövzu budur ki, bu özündə cəmiyyətdə ixtilaf əmələ gətirir. Cəmiyyəti parçalayır və bölür. Ona görə də Həzrət deyir ki, imtihanınız çox çətindir. Həddindən artıqdır. Gələcək deyəcək, yəni sən düz demirsən bunu. Sən ədalətsizlik elədin, sən düz eləmədin. Halbuki o sözlərin heç birinin nə əsas yox idi, nə dəlil yox idi, nə də ədalətsizlik mövzusu heç düşünələsi bir şeydir. Və hətta içərisindən dəstələr ayrılacaq, gələcəklər nə olacaqlar? Müxalifət bayrağı qaldıracaqlar ki, necə ki, məsələn, Bəni Ümeyyə elədi, Muaviyə elədi, hətta Əli əleyhissalamın əleyhinə çıxan adamların barəsində də Quran-ı Kərimdə və xələfə min bədihim xəlfun əzəus salat və təbəü şəhad və sovə yəlqavnə qayya. Bir dəstə çıxacaqlar, ibadəti zay eləyəcəklər, namazı zay eləyəcəklər, həvai nəfslərinə tabi olacaqlar, özlərinin şəxsi mənafeyin qabağa çəkəcəklər, şəhvətlərinə tabi olacaq və sovə yəlqavnə qayya, tezlikdən də cəhənnəmə daxil olacaqlar. Bunu da bunlar bilirdilər ki, Peyğəmbərdən sonra bu hadisə baş verməlidir. Çünki deyir, xələfə min bədihim xəlfun. Bu dəstədən sonra ikinci bir dəstə gələcək, onlar bu işi görəcək ki, Peyğəmbərin dəstəsindən də sonra ikinci dəstə bu dəstə idi. Yaxşı, o mövzu bu idi. İmtihanın çoxluğu, imtihanın çətinliyi bunda idi. Və möminlərə çox dözmək, ayıq olmaq, artıq düşünmək, artıq təfəkkür eləmək lazım idi. Həmin mövzuda, həmin yerdə çoxlu namaz qılmağa ehtiyac yox idi. Çoxlu oruç tutmağa ehtiyac yox idi. Durub gecə səhərə qədər namaz qılasan, il boyu oruç tutasan ki, bu vəziyyətdən, bu fitnədən çıxasan, yox. Möminlərə, insanlara təfəkkür lazım idi. Təəqqül lazım idi. Şuurun işlətməli idi. Rəbbənə atina fid dünya həsənətən və fil axirətə həsənə. Allah dünyada mənə həsənə ver, yəni agahlıq ver, ağıl ver, düzgün təfəkkür ver. O işə düşməlidir. O mexanizm, o aparat düşməlidir işə ki, nə olsun? Həmin imtihandan, həmin çətinlikdən, həmin fırtınadan xilas ola bilsinlər. Bu baxımdan çətin idi bu imtihan. Ac qalmağa nə var ki? Bu aclığı bunlar görmüşdü. Əli əleyhissalamın dövründə iqtisadi vəziyyət nə qədər zəif olsaydı, belə yenə Həzrət Peyğəmbərin dövründəkinin 50%-nə çata bilmirdi zəiflikdə. Yaxşı, ona görə də o mövzu o dövrdə aclıq dediyimdə bunlar bir dəfə bu aclığı keçirtmişdi, bu susuzluğu keçirtmişdi, bu blokadanı keçirtmişdi. Mövzu bu idi. Və lə yəsbiqənnə sabiqun kanu qəssəru və lə yüqəssirənnə səbbaqunə kanu səbəqu. Və bir dənə də səbəb, dəlil və Əli əleyhissalamın sizə Beysət dövründəki imtihan kimi imtihan gəlmiş, gəlir və bu imtihanınız o imtihanla da çətin olacaq. Bu biri də bu idi. 3 dənə səbəb
İkisini demişik. Demək olar ki, o 2 dənə bir səbəb hesab olunurdu. Mən bunu qarışdıracağam, alt üst eləyəcəm və aşağıdakıları yuxarı, yuxarıdakıları aşağı. Biri də ki, təqribən o mənadadır ki, əlbəttə, ləyəsbiqənnə, əlbəttə qabağa keçəcək əs-sabiqun. O, qabağa keçməlilər. Kim idi onlar? Kanu qəssaru. Halbuki, onları vurub geri salmışdılar. Onları ki, vurub geri salmışlar, onları ki, cəmiyyətdən uzaqlaşdırmışlar, onları ki, məsələn, Əbazər kimi sürgün eləmişdilər, ondan sonra haqları əlindən almışdı, Həzrət deyirdi, onlar gələcək qabağa. Onlar gələcək qabağa və lə yuqəssirənnə səbbaqunə kanu səbəqu. Onlar ki, süni şəkildə qabağa verilmişdi, irəli ötürülmüşdü, onlar da geri çəkiləcək. İmtihanın çətinliyinin biri də bu idi. Siz təsəvvür edin, burada məsələn, bu cəmiyyətdə Həzrəti Əlinin o qurduğu o sistemdə, ya Həzrəti Əliyə İslam'a qədər qurulan o sistemdə 50 nəfər var, bunun 30'u düzgün qurulmayıb. İndi 30 nəfər gedir qabağa, çəkilir dala, çəkindirilir dala, 30'u gəlir yerinə. 30'u gəlir yerinə elə 30 nəfərdir. 30'u gəlir yerinə 30 nəfərdir. Amma 30 nəfər ki, geri çəkilir, o gedir hərəsi 30 nəfər başına adam yığır. Qohumundan, əqrabasından, dostundan, tanışından, özü də əlində də bəhanələr olur, bayraq qaldırır, ondan sonra qaralar yaxır, böhtanlar atır, təzəllüm eləyir, özünü məzlumiyyətə qoyur və haqqı əlindən alınmış hesab olunur, özünün cəmiyyəti o üzrə təqdim edir və çoxalırlar, başlayırlar neynəməyə? Bunları müdafiə eləməyə. Necə ki, Muaviyyənin başında 100.000 qoşun toplaşmışdı ki, Əli əleyhissalamda onun yarısı da yox idi onda. Ki, gəldilər Siffeynə, ardıcanda nəyə? Nəhrəvan, Xəvaricin mövzusu çıxdı ortalığa. Yəni, əslində, Xəvaric o adı həmin orada aldılar. Ki, bunlar başlarına bu cürə məzlumiyyət eləyib, izhar eləyib, neynəmişlər? Başlarına adam toplaşmışdı. Ona görə cəmiyyətdə nə idi? İmtihan çox çətinləşmişdi. Və Həzrət sonra buyurur ki, Vəllahi ma kətəmtu vəşmətən və la kəzəbtu kizbətən və ləqəd nubbi'tu bihazəl məqam və hazəl yom. And olsun Allaha, mənim dediyim bu sözlər hamısı yerindədir. Mən heç vaxt and olsun Allaha, heç bir haqqı gizlətməmişəm. Mən heç vaxt heç bir yalanı danışmamışam və bu gün barəsində və ləqəd nubi'tu bihazəl məqam, bu məqam, yəni bu vəziyyət, bu hadisə ki baş verir, bu barədə mənə xəbər verilmişdi və hazəl yom və bu günün barəsində də mənə xəbər verilmişdi və bu gün də elə həqiqətən həmin gündür. Ayıq olun, neynən, təfəkkür eləyin, ağlınızı işlədin, fikirləşin, Allaha and içirəm, mən heç bir həqiqəti gizlətmirəm. Allaha and içirəm, dediklərimin hamısı doğrudur. Heç vaxt yalan danışmamışam, heç onu fikirləşməmişəm də. Və Allaha da and içirəm ki, sizin inandığınız Allahın tərəfindən, iman gətirdiyiniz Peyğəmbərin tərəfindən bu mövzu və bu gün mənə xəbər verilmişdi. Müğayət olun, imtihandır, imtihanda başlayıb. Və dedim, mən təkrar deyim o sözü ki, onun da çətinliyi bu əqidə məsələsi idi, maddi məsələ deyirdi. Yaxşı. Ondan sonra Həzrət başlayır bir başqa məsələyə işarə edir. Haqla batılı biraz bunların gözündə canlandırsın, təcəssüm elətdirsin ki, ola bilər də kimsə qəflətdədir, ola bilər kimsə məsələn də nəyisə unudub, yadından çıxardıb, mümkündür bəzisinin başı qarşı belə döyüşə, filana, nə bilim nələrə, bəzi məsələlərə axirət yadından çıxıb, ölüm yadından çıxıb, ona görə biraz haqq-batil məsələsinə işarə edir ki, onlara işarə eləyək, tamam eləyək. Həzrət buyurur ki, əla, aylun, bilun, başa düşün. Və innəl xətaya xeylun şumusun. Günahlar boynu bərk miniklər, atlar, dəvələr kimidir.
Başı, sən at minənlər, at saxlayanlar deyərlər, bu atın başı bərddir. Yəni, çəkirsən cilovun, nədir? Bir Əli əleyhissalam başqa bir xütbəsində deyir. Deyir, mən bir ata minmişdim, bir dəviyə minmişdim, sərkeş bir dənə dəviyə, itaətsiz bir dənə dəviyə. İpin bıraxanda gedib özün qayadan atırdı, məhv eləyirdi. İpin bərd çəkəndə ağzı cırılırdı. Gör, Əli əleyhissalam necə təşbih eləyib, necə oxşatma, necə fəsahətlə bu cümləni deyib. Yəni, mən bir cəmiyyətlə üzbəüz olmuşam, başım bıraxsam, gedib tökülür, hamısı qayadan üzünü atır, yəni gedir tökülür hamısı o dərki əsfələ, cəhənnəmin o veylinə. Bərddə çəkirəm, o atın ağzı cırılır, yəni nə olur? Hamısı belə də nafərmanlıq eləyir, tökülürlər, gedirlər bir tərəfə. İtaətsizlik eləyirlər. Yaxşı, bir başqa xütbəsində də Həzrət buyurur, deyir, and olsun Allaha, əgər Allah Taala bilənlərdən əhd-i peyman almasaydı ki, bilməyənləri başa salın, bilməyənlərin əlindən tutun, bilməyənlərə yol göstərin, bu əhd-i peymanı biz insanlar Allahla eləməsəydik, bu karvanın ipin atardım başına, birincisinin kasası ilə, axırıncısının kasası ilə birincisini sulardım. Yəni, bıraxardım başlı başına. Amma neyiniyim? Allah əmr eləyib ki, bilməyənlər bilənlərə, bilənlər bilməyənlərə yol göstərsinlər, ondan sonra hidayət eləsinlər, əllərindən tutsunlar, ona görə. Və illa siz elə bilirsiniz, məsələn, əli istəyir sizə hakimiyyət eləyə, and olsun Allaha sizə hakimiyyət eləmək, keçinin burnunun suyundan da dəyərsizdir. Ancaq Allahın haqqın bərpa eləyib, şeytanı aradan götürmək mövzusudur burada. Hakimiyyətə gəlməmişəm. Hakimiyyətə gələndən sonra, hələ gəlməmişdən də, gələndən də sonra. Hansı gecən Həzrət Əli yatdı? Hansı gündüz Həzrət Əli rahat yatdı? Haçan getdi, hansı bağda istirahət elədi? Ya hansı evin dəyişdi, məsələn, təzə ev tikdi? Yaxşı, elə biraz da işi çoxaldı. Rahatçılığı biraz da əlindən getdi. Amma çünki Allahın höccəti idi, məsuliyyət hiss eləyirdi, bu ümməti hidayət eləməli idi və ümmətin də hadisi əntə munzir vəli kullu qovmun had, sən öyüd nəsiyyət verənsən, bütün qovmunda hamısının hidayət olan, hidayət eləyəni var ki, bu hadi idi, ona görə Həzrət deyirdi ki, budur mənə burada saxlayan. Yaxşı? Buyurur ki, əla və innəl xətaya xeylun şumusun, günahlar o boynu bərk, başı bərk atlar kimidir, humilə əleyhə əhluha. Sahibi əhli, yəni günah əhli minib o ata. Atın boynu bərkdir, nə qədər dartsan dayanmayacaq. Yaxşı, nə qədər də döndərsən dönməyəcək. Özü düz gedəcək, sənə itaət eləməyəcək. Və xuliət ucumuha fətəqə Muhammed bihim finnar. İpin də çəkib alıb yəsinin əlindən, aparır yəsin cəhənnəmə atmağa. Günahlar başı bərk atlara bənzəyirlər. Öz əhlin, sahibin minziri bu at belinə, dartıb ipin də alıb onun əlindən, birbaşa da üzü cəhənnəmədir. Əlavə innə təqva mətaya zuləlün. Bilin, təqva bir aram, rahat bir minidir, humilə əleyhə əhluha. Bunun da əhli, təqva əhli də həmin bu aram və rahat olan miniyə minib və otu əzimmətəha, özdə burada minən, rakib, sahib onun cilovun əlində yaxşı qəşəy saxlayıb fəəvrədəhumul cənnə, onları aparacaq bu minik, təqva minici varid eləyəcək nəyə? Behişdə. Allah inşallah bizi behişt əhlindən qərar versin, vəzifəmizi tanıyanlardan qərar versin və vəzifəmizə əməl edənlərdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.